Herkese salamünaleyküm, kanalıma videoma xoş gəldiniz. Bu yeni bir videoda qarşınızdayım. Videoyu keçməmişdən kanalda destek olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyənib like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalımızda var. Link köşələrdə olacaq. Deməli burada səhmlər və kriptovalyutalar haqqında xəbərlər paylaşıram. Öz alışlarımı, satışlarımı, şəxsi analizlərimi, həmçinin müzakirə qrupumuz da var ki, burada birlikdə müzakirə edə bilərik. Link köşələrdə olacaq. Gəlin videoyu keçək. Dostlar bugünkü videoda sizlərlə bərabər hal-hazırdakı bazar şəraitində investisiyanın gedişatından danışacağıq. Yəni nələrə diqqət etməliyik, nələrdən istifadə edilir. Bu video həm investisiyadan məşğul olanlar üçün, həm də ki, yeni başlamaq istəyənlər və yaxud yeni başlayanlar üçün əlverişlidir. Gəlin videoya başlayaq. Deməli dostlar, ilk öncə biz deməli investisiyada əsasən Azərbaycan banklarından istifadə edirik. Yatırımda bildiyiniz ABM, Reabank, yəni Beynəlxalq Bank, Leabank, Yellow Bank və bir sıra banklar var ki, Rabita Bank da var, səhv etmirəmsə, bir Bank Invest, yəni bu kimi proqramlarla səhmlərə, ETF-lərə, hətta kriptovalyutalara belə investisiyalar etmək mümkündür. Deməli, biz əsasən səhmlərə yatırım edirik Maliyyə Adamı kanalında və bu səhmlərə yatırım edərkən TradingView-dan istifadə edirəm dostlar, yəni ki, hər birinizə tanışdır TradingView. TradingView-dan texniki analizlərimi, fundamental analizlərimi aparıram və şirkətlərin hesabatlarını və s. Baxa bilirəm. Şirkətləri seçərkən hal-hazırdakı dövrdə ümumiyyətlə dostlar, çalışın səhmləri seçərkən həm fundamental vəziyyətini, əsasən fundamental, yəni 70% həmən şirkətin hesabatlarını, həmən şirkətin deməli texnologiyasını nəzərə alın. Yəni əsasən nəzərə alın ki, indiki dövrdə texnologiya ilə inteqrasiya olunmuş şirkətlər deməli qarşınızda olsun. Və sonuç deyəndə dostlar, əsasən nəyi nəzərdə tuturam? Məsələn, Nvidia-nı, yəni Nvidia Corporation, Apple, Google-un Alphabet-si, Class-C səhmləri və yaxud digər səhmlər, məsələn, Meta platformunun, Tesla-nın, Micron, yəni bu kimi texnologiya ilə inteqrasiya təbii bundan daha çox neçə şirkət var, Marvel Technology var və s. Yəni bu şirkətlər, məsələn, JP Morgan olsun, BlackRock olsun, bu şirkətlər fərqi yoxdur. Deməli, maliyyə şirkətlərdir. Yəni əsasən maliyyə sektorunda fəaliyyət göstərirlər və yaxud deməli texnologiya xidmətlərində və yaxud texnologiya istehsalında, yəni çip istehsalı, sensor istehsalı, bu kimi istehsalla fəaliyyət göstərirlərsə, məşğul olurlarsa, nəticə etibarilə texnologiya ilə inteqrasiya olunduqlarına görə bu şirkətlər deməli bazarda rəğbət görür, dəyər görür və nəticədə ona görə də Nvidia şirkəti, yəni son 5 il ərzində 900% artım edib. Ona görə daimi olaraq texnologiya ilə bağdaşan, inteqrasiya olunan şirkətlərə yatırım etmək daha çox gəlir qazanır, nə ki digərləri. Dediklərim yatırım tövsiyəsi deyil, sadəcə olaraq şəxsi təcrübələrimi bölüşürəm. İkinci olaraq dostlar, şirkət seçərkən şirkətin hesabatlarına diqqət yetirin. Yəni borc yükü olmasın. Niyə borc yükü olmasın? Bunun səbəbləri çoxdur. Məsələn, borc yükü olan şirkətlər dostlar, deməli öz səhmlərini müxtəlif maliyyə qurumları vasitəsilə sata bilirlər və yaxud böyümək üçün səhmlərini hər hansısa bir əvəzləyici deməli aktivlərlə dəyişə bilirlər. Yəni öz maliyyələrini təmin etmək üçün, böyümək üçün və nəticədə səhm artanda dilution olur. Dilution yəni ki, səhm sulandırılması deyirlər buna. Yəni bazarda təklif tələbdən çox olur. Nəticə etibarilə səhmlərin sayı artdıqca şirkətin dəyəri aşağı düşür. Daha doğrusu səhmin dəyəri aşağı düşür və səhmin dəyəri aşağı düşürsə də, yəni $1 aşağı qalırsa bir müddət xəbərdarlıq gəlir və bölünmə edir. Bu da səhmin dəyərinin aşağı düşməsinə səbəb olur və yaxud uzun müddətdə deməli dəyər itkisinə gətirib çıxarır səhmlərdə. Bu yenə də sizin investisiyanıza zərər verir. Ona görə də borc yükü daha çox olan, yəni aktivlərindən daha çox olan, həm üstəgəl deməli şirkətin maliyyə vəziyyəti çox pis olan, yəni çox pul xərcləyir, lakin pul çox taxa bilmir. Bu zaman belə şirkətlərə yatırım etməmək tövsiyə olunur. Və üçüncü olaraq deyə bilərəm ki, şirkətlərdə dostlar, əsasən şirkətin davamlı gəlir bölünməsi. Yəni bazarlarda səhmlər bazarda qalmaq istəyirlərsə, səhmlərin dəyərini yüksək tutmaq istəyirlərsə şirkətlər, əsasən hər il daha çox maliyyə hesabatda, hər il daha yüksək qazanc bildirməyə məcbur olurlar və bu da şirkətin səhminin dəyərini yüksəldən faktordur. Yəni ki, bir səhm uzun müddətdə əgər ki, deməli davamlı
gəlir artımı bildirmirsə hesabatlarında və bu gələcək hesabatlarında da yansımırsa, bu zaman təbii olaraq həmin şirkət səhmi investorları marağında olmur və yaxud investor etibarını itirir və nəticə etibarilə də bu səhmin dəyəri bir aşağı trendə girir və bu aşağı trendə girməsində nəticəsində deməli şirkətlər səhmlərinin dəyərini qoruya bilmirlər bazarda. Dördüncü olaraq dostlar, səhm etibarı. Yəni ki, əgər bir səhmə etibar edirsinizsə, bunu əvvəlki videolarda da demişəm, yəni faktdan etibar edirsinizsə, məsəl üçün, necə etibar edirsiniz? Yəni ki, tutaq ki, bir X şirkəti almısınız. Bu X şirkət, demək olar hər il, yəni maliyyəsini təmin edə bilir, satışlarını artıra bilir. Həmçinin, deməli texnoloji inteqrasiyaya bağlıdır və sifarişlərini də artıra bilər. Yəni əsasən satışla məşğulsa, sərbəst xidmət və yaxud istehsal, yəni məhsul satışla məşğuldursa, bunu artıra bilirsə, bu zaman, yəni bu bütün faktorları nəzərə alıb şirkətə güvənməliyik təbii olaraq. Yəni investisiyalarımızda bunu güvənlə deməli nəticələndirməliyik ki, yəni məsələn aşağı tutaq ki, bir şirkəti almışıq $15-dan, yəni şirkət düşüb indi müəyyən bazar şəraitinə uyğun olaraq müəyyən rəhbərlikdə ola bilsin sıxıntılar olur və s. Ümumi trendə də ola bilər ki, ya deməli institusional investorlar və yaxud retail investorlar daha böyük şirkətlərə deməli keçirlər və nəticədə yəni pul girişi daha böyük şirkətlərə keçir və nəticədə bu kimi şirkətdə daha az rəğbət görürlər. Lakin bu şirkətə düşür deyə satmaq, yəni hər şey okeydirsə, bu şirkətə düşür deyə satmaq çox pis bir şeydir. Niyə? Çünki həqiqətən də o şirkət bir-iki gün ərzində çox yüksək dəyərləri çatacaq. Yəni bu əksər variantda eyni şey olur. 99% ehtimal və nəticədə siz ucuzdan satdığınıza görə bir-iki gün gözləmədiniz deyə gəlirdən məhrum olacaqsınız və həmçinin də öz daha doğrusu investisiyanızın da bir hissəsini zərərlə bağlamış olacaqsınız. Ona görə də əgər güvənirsinizsə həqiqətən, məsələn X şirkətinə hər şey, bütün faktorlar yaxşıdır, hər şey yaxşı gedir. Sadəcə bazar şəraiti uyğun deyil, sadəcə daha böyük şirkətlərə pul axını var, sadəcə kiçik sıxıntılar var. Ona görə də deməli şirkətlərə tam güvənməlisiniz yatırım etdiyiniz şirkətlərə və bunu planlı şəkildə etməlisiniz. Bu hisslə olmamalıdır, emosiya olmamalıdır. Bu tam texniki olaraq olmalıdır. Və bu saydığım deməli 4 təxminən səhv etmirəmsə 4 deməli faktor saydım ümumi olaraq, yəni 4 əsas saydım ki, bu 4 əsasla siz maliyyə bazarlarında səhmləri seçməlisiniz və bu 4 əsasla investisiya etməlisiniz ki, deməli gəlirlərinizə gəlir əldə edə biləsiniz bu bazarda. Yəni heç bir fərqi yoxdur. Siz uzun müddətli və yaxud qısa müddətli edirsinizsə, davamlı olaraq edirsinizsə, yəni güvəndiyiniz bu 4 faktorun əsasında olan şirkətlərə yatırım etməlisiniz ki, nəticə etibarilə ziyana uğramayasınız. Bugünkü video bu qədər. Bu sizlər bildirəm maraqlı oldu. Videoya bəyənsələr edə bilərsiniz, kanala abunə ola bilərsiniz. Sağ olun, qalın, gələcək videolarda görüşərik.